Bir qızı sevirdim Məcnun sayağı, ağlımı almışdı başımdan mənim. Könlümü açmağa cürət etmirdim, yəqin çəkinirdim yaşımdan mənim. Uşaqlıq sevgisi daha həssasdır. Ruh insan cismindən aralı olur. Əgər yetişməsə kəma istəyi, yaddaşın qatları yaralı olur. Üz-üzə gələndə sehirlənirdi, sızıltı keçirdi bütün canımdan. Nəbzimin sürəti yüzü keçirdi, ölüb dirilirdim həyəcanımdan. Nə zaman çıxdısa qarşıma mənim, imanı, məsləki, dini unutdum. Beynimdən dilimə kilit vuruldu. Nəsə deyəcəkdim, onu unutdum. Deyirdim, getmirəm bugün məktəbə, hərdən xəstəliyə vurub özümü. Planlar qururdum, dərsin yerini öyrənmək adıyla deyəm sözümü. Evlərim əhlədən aralı idi, ayaqla bir acca qət etməliydim. Anasını çağırıb evdəmi deyə bir də məqsədimə cəhd etməliydim. Gəlirdi qucaqda kitab dəftərinə, bir-bir göstərirdi dərsin yerini. Beləcə bitirdi diyalogumuz, soruşa bilmirdim fəqət birini. Bu qədər ötüşən zaman içində büküb saxladığım anı unutdum. Udquna üzünə baxıb nəsə deyəcəkdim, onu unutdum. Bir dəfə məktəbdən toplayıb bizi, təlimat eləyib göstərib yerin, tapşırıq verdilər. Hamı birlikdə daşdan təmizləyək od sahələrin. Hamı çalışırdı iməclikdə. Dağların təpəsi hələ qarı idi. Nəsə yaralandı əlim bu dəmdə. Gəlib mərhəmətlə onu sarıdı. Dünyanın 7-ci qatındaydım. Həyatın ən xoşbəxt bir anı idi. Mənim aləmimdə xurmayı saçlı, dünyanın ən ünlü Loğmanı idi. Qayğısı dərmanım, məlhəmim oldu. Ağırını, acını, qanı unutdum. Çox sağ ol söylədim. Ancaq yenə də nəsə deyəcəkdim. Onu unutdum. Atamla rayona gedəsi olduq. İçimdə sevincim aşıb daşırdı. Avtobus aramla diki qalxırdı, evimiz getdikcə uzaqlaşırdı. Burulduq dolayı yolun səmtinə, yetişdik növbəti dayanacağa. Gördüm, atası ilə maşına mindi. Özümdən xəbərsiz durdum ayağa. Baxıb gülümsədi, keçib əyləşdi. Boylandım seçilən arxa yerədə. Hərdən döngələrdə kölgə düşəndə, əksi görsənirdi sağ pəncərədə. Hisslərim ürəyi at tək çapırdı. Yazıq bələnmişdi tamam qan tərə. Gözümün tuşlanan nişangahı idi, hərdən kölgə düşən o sağ pəncərə. Maşın şütüdükcə şosсе yolları, ağaclar qaçırdı üzü arxaya. Hərə danışırdı səfəri haqda, kimisi iclasa, kimisi toya. Nəhayət mənzilə çatdıq. İçimdə bir nifrət var idi bu köləliyə. Mənə əl elədi yolu keçəndə, dilim topuq vurdu bu hələliyə. Başımın dumanı hələ sıx idi. Bir anlıq getdiyim yönü unutdum. Yol boyu beynimdə təkrarlasam da, nəsə deyəcəkdim, onu unutdum. Beləcə ötüşdü illər sərasər, hərə bir tərəfə köçün apardı. Məndən fərasətli bir vətən oğlu, onu ürəyimdən dərib qopardı. Beləcə toyuna dəvət olundum. Ayaqlar könlümü sürütləmişdi. Elə bir duruma düşmüşdüm ki, vallah dərk edə bilmirdim hələ nə işdi. Dostlar söylədilər, bir şeir söylə.
Məndə hal mı vardı şeir deməyə? Ancaq ki, onları qıra bilmədim. Utandım dostlara xeyir deməyə. Səsim də özümə tanış gəlmirdi. Elə bir şeiri kimsə deyirdi. Zor ilə tutmuşdum müvazinəti, əlimdə mikrofon rəqs eləyirdi. Zalda dinləyirdi çoxu maraqla, biraz söyləmişdim, sonra unutdum. Duruxdum, düşündüm ancaq yenə də nəsə deyəcəkdim, onu unutdum. Nə qədər sevgilər yaşandı keçdi, bütün sevgilərin özəyi oldu. Harda sevgi şeiri dinlədim, o dəm o qız şeirlərin bəzəyi oldu. Qismət haçalanıb ayrı düşsə də, həkk oldu ruhuma, bu necə işdi? Nə ikrah yarandı, nə kinim oldu. O qız ürəyimdə ilahiləşdi. Bunu da deyim ki, xəyallarımda şadlıq salonları araşdırırdım. Könlümün gözəli o mələk qıza gəlinlik libası yaraşdırırdım. Hər şey xatirimdə. Yalnız nədənsə seçdiyim o gözəl donu unutdum. Yenə xatırlayıb o qız barədə nəsə yazacaqdım, onu unutdum. Nəsə deyəcəkdim, onu unutdum.